Salam olsun bizi izleyen değerli izleyicilerimize. Bugün söz verdiğimiz kimi 12 aprel Kərbəla Məşəd zamanlarımızı yola salırıq Kərbəla Məşəd ziyarəti. Ekrana biraz yaxın əyləşin, sizə ümumən Kərbəla ziyarətini və Məşəd ziyarətini inşallah təqdim edəcəm. Allah qəbul etsin. Eşq səfəri, Kərbəla. Bu yol adi yol deyil. Bu yol qanın nurla yazdığı səfərdir. Adı Kərbəla, lakin mənası eşqin zirvəsi, səcdənin son mənzilidir. İmam Hüseyin əleyhissalam bu yola çıxanda dünya bir anda susdu. Çünki bu məhəbbətin, mərdliyin və Allaha sonsuz təslimin yoludur. O can verdi, lakin ruhu milyonlarla qəlbdə yaşadı. Zeynəbin gözü ilə, Əbəlfəzlin əli ilə, Əli Əkbərin ürəyi ilə, Əli Əsxərin səsi ilə yazıldı Kərbəla. Bu bir ailənin fədakarlığı deyil, bu haqqın eşqlə ucaldığı bir səfərdir. Kərbəla qəlbi dağlayan, amma ruhu dirildən bir məqamdır. Orada göz yaşları zəiflik deyil, səzdəyə çevrilən sevgidir. İmam Hüseynin qəbrinin önündə dil susur, eşq danışır. Orada səssizcə baxırsan, amma ruhun fəryad edir. Ya Hüseyn, mən gecikdim, amma gəldim. Və biz də bu eşqin qarşılığında səfərə başladıq. Kərbəla Məşhəd səfərinə. Allah cəmi arzusunda olanlara nəsib eləsin. Kərbəla Məşhəd zəvvarlarımızla bahəm yetişdik Nəcəfdə otelimizə. Nəcəf şəhəri Həzrəti Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalamın dəfn olduğu şəhərdir və zəvvarlarımızla bahəm hərəmə ən yaxın oteldə yerləşəndən sonra gedirik Həzrəti Əli əleyhissalamın mübarək qəbrinin ziyarətinə. Həzrəti İmam Əli əleyhissalamın ziyarəti mərdliyin, hikmətin və eşqin qapısını döyməkdir. O qapı ki, Rəbbin razılığı oradan süzülür. O məzar ki, hər ziyarətçinin qəlbini nurla yuyur. Nəcəfə çatanda insan yeriyir, amma ruhu səzdəyə inir. Çünki orada yatan Allahın aslanı, ədalətin zirvəsi, sükut içində danışan Əli ibn Əbi Talib əleyhissalamdır. Ziyarətgahında bir nəfəs almaq sanki bütün dərdləri dincliyə çevirir. İmam Əli əleyhissalamın yanında dünya susur, haqq danışır, vicdan danışır, eşq danışır və qəlb səssizcə pıçıldayır. Ya Əli, bu gün də sənə ehtiyacımız var. Mən sənin ədalətinə, sənin cəsarətinə, sənin Allaha olan sədaqətinə möhtacam. 2 gün Nəcəfdə qaldığımız üçün fürsət var ki, Məşəd Kərbəla zəvvarlarımızla bahəm yol alaq digər ziyarətlərə. Nəcəfin Kufə şəhərində bir çox ziyarətlər vardır. Həzrəti İmam Əli əleyhissalamın evi, fəzilətlərlə dolu Kufə məscidi, Həzrəti İmam Əli əleyhissalamın zərbətləndiyi mehrab, Meysəm-i Təmmarın qəbri, İmam Hüseynin intiqamını alan Muxtar Səqəfinin, Müslüm İbni Əqilin və Haninin qəbirləri var. Birinci ziyarətimiz bu gördüyünüz könül oxşayan mənzərə Həzrəti Əli əleyhissalamın Kufədə yaşadığı evidir. Bu ev bugünkü İraqın Nəcəf vilayətində, Kufə şəhərində ziyarət üçün açıq saxlanılır. Darul İmam Əli deyərlər, Əli əleyhissalamın evi. Bugün İmam Əli əleyhissalamın evi ziyarətgahdır. Ziyarətçilər burada dua edir, o evin torpağında səzdəyə gedirlər. Çünki bu ev dünya malına göz dikməyən, Allahdan başqa heç kimə baş əyməyən bir insanın evidir. İmamın evində səssiz bir nur var. Düşünəndə ki, bu evdə Əli əleyhissalamın ayaqlarının izi var və övladları İmam Həsən, İmam Hüseyn, xanım Zeynəbin ayaq izləri var. Və düşünəndə ki, Həzrəti Əli əleyhissalam bu evdə şəhadətə yetişib, qəlblər titriyir.
Çünki bu evin sakini insanlığın rəmzidir. Əli ibn Əbi Talib. Bu evdə İmam Əli əleyhissalam həyat yoldaşı Ümmülbənin, övladları İmam Həsən, İmam Hüseyn, Həzrəti Əbəlfəz, xanım Zeynəb, Ümmü Gülsüm və digər ailə üzvləri ilə birlikdə yaşayırdı. Gəldiyimiz növbəti ziyarət fəzilətlərlə dolu olan Kufə məscididir. Kufə məscidi sadəcə bir ibadətgah deyil, o peyğəmbərlərin səcdə etdiyi, imamların addımladığı, zamanın önündə əyilməyən haqq carçılarının səsi ilə dolu müqəddəs bir məkandır. İraqın Kufə şəhərində yerləşən bu məscid İslam tarixinin ən mühüm yerlərindən biridir. İmam Sadiq əleyhissalam buyurur, elə bir salih bəndə və nəbi yoxdur ki, orada namaz qılmasın. Hətta Həzrət Peyğəmbər salavatullah meyraca gedərkən Kufə məscidinin üzərindən keçəndə Cəbraildən izin istəyir və enir, orada namaz qılar. Və İmam Baqir əleyhissalam Kufə məscidi haqqında belə deyir. Əgər insanlar Kufə məscidində olanları bilsəydilər, uzaq məsafələrdən ora gəlmək üçün minik və azuqə tədarük edərdilər. Orada qılınan vacib namaz həccə, müstəhəb namaz isə ümrəyə bərabərdir. Kufə məscidində Həzrəti İbrahim məqamı, Xızr əleyhissalamın məqamı, Beytül Təşt məqamı, Diqqətül Qəzavə məqamı, Həzrəti Peyğəmbərimizin məqamı, Adəm Peyğəmbərin tövbə etdiyi məqam, Cənab-ı Cəbrailin məqamı, İmam Sadiq məqamı, İmam Səccad məqamı və Əli əleyhissalamın zərbətləndiyi məqam. Ən təsirli və hüzünlü hadisə məhz burada baş verdi. Hicri 40-cı il Ramazan ayının 19-u sübh namazında Həzrəti Əli əleyhissalam bu məscidin mehrabında zərbətləndi. O gün mehrab qanla boyandı. Lakin haqq əyilmədi. Kufə məscidinin ziyarətində haqqın iki qalası var. Müslüm ibn Əqil, günahsızlığın, sədaqətin simvolu, Muxtar Əbu Ubeyd Əs-Səqəfi, cəsarətin və intiqamın qılıncı. Biri düşmənə boyun əymədi, digəri isə dostun qanını yerdə qoymadı. Bu iki ad Kərbəla məktəbinin tamamlayıcı simalarıdır. Biri şəhid, biri ədalət. Kərbəla hadisəsindən sonra haqqın batilə cavabı kimi tarixdə silinməz iz buraxmışdı. Müslüm ibn Əqilin tək buraxıldığı Kufədə, Hüseynin qanı axan torpaqda, Muxtarın qılıncı haqqın cavabı oldu. Məqsədim Hüseynin qanına hörmət etmək, zalimları cəzalandırmaq və Əhl-i Beytin haqqını bərpa etməkdir. Kərbəlanın qanı yerdə qalmayacaq, dedi və əməl etdi. Və İmam Hüseynin qatillərindən qisas aldı, qəlblərə su səpdi. Və gəldiyimiz növbəti ziyarət Vadi-üs-Salam qəbirstanlığı, ruhların dincəldiyi və salamatlıq vadisi. Əhl-i Beyt imamlarından rəvayət olunur ki, Vadi-üs-Salam cənnət bağçalarından bir bağçadır. İmam Sadiq əleyhissalam buyurur, hər bir mömin ruh ölümündən sonra Vadi-üs-Salamda bir yerdə toplanır. Onlar bir-birinə baş çəkər, danışar, dua edərlər. Və bu qəbirstanlıqda Həzrəti Hud Peyğəmbər, Həzrəti Salih Peyğəmbər və Əllamə Qazi kimi dahi şəxsiyyətlər dəfn olunub. Gəldiyimiz növbəti ziyarət Səhlə məscididir. Bir adı da Süheyl məscididir. Səhlə məscidi Şiə müsəlmanları üçün xüsusi əhəmiyyət daşıyır.
İnanılır ki, bu məscid Həzrəti İmam Zaman ağanın zuhurundan sonra iqamət edəcəyi yerdir. Həmçinin məscidin ərazisi Həzrəti Davud, Həzrəti İbrahim, Həzrəti İdris və Həzrəti Xızır kimi peyğəmbərlərin yaşadığı və ibadət etdiyi yer kimi tanınır. İmam Sadiq əleyhissalam rəvayət edir ki, çətinliyi olan hər bir kəs Səhlə məscidinə gəlib, orada məğrib və işə namazları arasında 2 rükət namaz qılaraq Allahdan yardım istəsə, Allah Taala onun çətinliyini həlli asan edər. Həmçinin imam buyurur ki, orada mürsəl və mürsəl olmayan nəbilər və sadiq vəsilərin qəbirləri var. Orada Səhlə məscidi var. Allahın göndərdiyi hər peyğəmbər orada namaz qılıb. Allahın ədaləti oradan zahir olacaq. Qaim və ondan sonraki rəhbərlər orada yaşayacaqlar. Və beləliklə Kərbəla Məşəd zəvvarlarımızla Nəcəf ətrafı dövrə ziyarətlərimiz tamamlandı və Həzrət Əli əleyhissalamla gəldik sağollaşaq. Artıq 2 gün Əli əleyhissalamın ziyarətində qalmaqla mənəviyyatımızı daha da zənginləşdirdik. Bizim üçün çətin olsa da artıq vidalaşmaq zamanı gəlmişdir. Allah təkrar bizə Əli əleyhissalamın mübarək qəbrinin ziyarətini nəsib eləsin. Zəvvarlarımızla bahəm yol alırıq eşqin səfəri Həzrəti İmam Hüseyn əleyhissalamın mübarək qəbrinin ziyarətinə tərəf. Kərbəlaya çatmamış İraqın Müseyib şəhərində Müslümün balalarının ziyarəti var. Kərbəla hadisəsindən sonra İbn Ziyadın əmri ilə Müslümün o məzlum balaları əsir götürülür. Müslümün bu 2 yetim oğlu əsirlər karvanından qaçmış, Kufədə bir qadının evində gizlədilmişdi. Qadın onların kim olduğunu bildikdən sonra onlara şəfqət göstərdi. Lakin bu hadisə gizli qala bilmədi. Çünki İbn Ziyad əmr vermişdi. Kim bu 2 balanı tapsa, onlara qızıl vəd edəcəyini bildirmişdi. Oğlanların yerini öyrənən Haris adlı bir Kufəli onları tutaraq Fərat çayı kənarına aparıb, öz təşəbbüsü ilə İbn Ziyaddan o qızılları almaq bahasına məzlum balaların başlarını kəsib İbn Ziyadın qarşısına gətirdi. Əla lənətullah ələl-qövmül zalimin. Və beləliklə dərin hüzünlə Kərbəla torpağına qədəm qoyduq. Kərbəla otelində istirahət edib dincəldikdən sonra hərəkət edirik İmam Hüseyn əleyhissalamın ziyarətinə. İnşallah memleketi sen getirsen Şia'ların Hazreti Abbas'ı var. Ya Allah. Ansıgırı hümmeye Mevlası var. Ansıgırı hümmeye Mevlası var. Yanımızda Adankat işi var. Hazreti Adankat olanı, Hazreti Abbas'ın işi var. Bir İmam Aleyhisselam qeymədəydi. Adalfəzəqə gəldi qeymələrə. Daxil olanda gördü ki, hərə bir tərəfdən su istəyir. Adalfəzəqəyə bizim qullar, xanım Rüqəyyə əmizin, əl-məhəl, yandım, yazdım. Mənə bir qətrə su ver. Assalamu aleyke ya Əbəl Fəzl. Assalamu aləl Hüseyn və alə Ali ibn el-Hüseyn və alə əvlad el-Hüseyn və alə əshab el-Hüseyn və alə zəvvar el-Hüseyn. Assalamu aleyke ya Əbə Abdillah. 2 mübarək hərəm, 2 mübarək günbəz. Biri Əbəl Fəzl Abbas, digəri İmam Hüseyn əleyhissalam. Və bu gördüyünüz səhnə Beynül Hərəmeyndir.
Beynül Hərəmeyn sadəcə iki türbə arasında məsafə deyil, o fədakarlığın, qardaşlığın, izzətin, şəhadətin simvoludur. Ziyarətçilər burada durub göz yaşları ilə İmam Hüseynin şəhadətini, Həzrəti Əbəlfəzl Abbasın əllərsiz qaldığını, Kərbəlanın ağrısını hiss edirlər. Bəziləri deyir, əgər cənnətin qapısı bu dünyada varsa, o da Beynül Hərəmeyndən açılır. Həyəcan dolu darıxan qəlblər və aram olmuş ruhlar yavaş-yavaş addımlayır şahın görüşünə. İmam Hüseyn əleyhissalamın mübarək hərəminə daxil olanda səni ilk qətligah qarşılayır. O çuxur yer, İmam Hüseyn əleyhissalamın mübarək başının bədənindən ayrıldığı yer. İmam Hüseynin ziyarətinin eşqi ilə ömrünü həsrətlə keçirən, hər göz yaşında onu xatırlayan, Kərbəla, bircə sənə gələydim, bircə səni görəydim deyən və nəhayət illər sonra o müqəddəs ziyarətə çatan hər bir zəvvarın unudulmayan görüşüdür bu anlar. Həsrətlə başlayan, ziyarətlə bitən ömür. Həsrətində olanların adından salam olsun sənə, ey haqqın bayrağını qaldıran. Salam olsun sənə, ey şəhidlərin sərvəri, ağam. Salam olsun sənə, ey qurbanların əzizi. Və beləliklə Nəcəf, Kərbəla, həmçinin Məşhəd, Kərbəla zəvvarlarımızla birinci gecəmizi hüzünlə başa vurduq. Səhər yol aldıq, dövrə ətrafı ziyarətlərə. İlk ziyarətimizi başladıq Əbəlfəz ağanın mübarək sol qolunun kəsildiyi məqamı ziyarət etməklə. Qardaşlıqda ən uca zirvə Əbəlfəzl Abbas İmam Hüseyn əleyhissalamın yalnız qardaşı deyildi. O onun dayağı, qoruyucusu, bayraqdarı idi. O qədər sədaqətli idi ki, Hüseyn ona canım sənə fəda deyirdi. Abbasın sədaqəti, qardaşına olan itaəti bəşəriyyətin tarixində misilsizdir. Növbəti ziyarət xeymələrdir. Kərbəla hadisəsinin başlanğıc nöqtəsi. Kərbəla çölünə gələn zaman İmam Hüseyn əleyhissalam və ailəsi burada xeymələr qurdu. Bu xeymələr sanki ilahi qiyamın səssiz şahidi, Allaha təslimin ilk izləri, balaların sığınacağı, anaların ümidgahı idi. Xeymələr o gündən etibarən Kərbəla faciəsinin başlandığı nöqtə sayılır. Hər şey oradan başlandı. İmam Hüseyn əleyhissalam əshabını toplayıb vida sözlərini o xeymələrin yanında dedi. Orada gecə boyu səzdə səsləri, Quran tilavətləri, Allaha təslim olan könüllərin dua pıçıltıları eşidildi. Birinci xeymə İmam Hüseyn əleyhissalamın qardaşı Əbəlfəz ağanın xeyməsi sayılır. Bu gördüyünüz xeymə isə İmam Hüseyn əleyhissalamın xeyməsidir. Və kənarında xanım Zeynəbin və qarşısında isə İmam Səccad əleyhissalamın xeyməsidir. Və kənarında isə Həzrəti İmam Həsən əleyhissalamın övladı Həzrəti Qasimin xeyməsi sayılır. Gəldiyimiz növbəti ziyarət Təll-i Zeynəbiyyədir. Aşura günü Həzrəti xanım Zeynəb salamullah əleyha
Buradan təpəyə çıxaraq döyüş meydanına baxmış və qardaşı İmam Hüseyn əleyhissalamın şəhid edilməsinə şahidlik etmişdir. Təlli Zeynəbiyyə Kərbəla ziyarəti zamanı ziyarətçilərin mütləq baş çəkdiyi müqəddəs məkanlardan biridir. Bu məkan Aşura hadisəsinin ruhunu daha dərindən hiss etmək və Həzrəti Zeynəbin səbrini anlamaq üçün əvəzsiz bir yerdir. Gəldiyimiz bu məkan isə Həzrəti Əbəlfəzl Abbas əleyhissalamın sağ qolunun kəsildiyi yer, Kərbəla ziyarətində mühüm dayanacaqlardan biridir. Ziyarətçilər bu məkanı ziyarət edərək Əbəlfəzl Abbas əleyhissalamın fədakarlığını və sədaqətini yad edirlər. Kərbəla hadisəsinin ən hüzünlü yeri Əli Əsxərin məqamıdır. Əli Əsxər İmam Hüseyn əleyhissalamın 6 aylıq ən kiçik oğlu və Kərbəla şəhidlərindən biridir. Aşura günü susuzluq İmam Hüseyn əleyhissalamın tərəfdarlarını əldən salmışdı. İmam Hüseyn əleyhissalamın 6 aylıq oğlu Əli Əsxəri qucağına alaraq düşmən tərəfinə yaxınlaşdı və dedi: "Əgər mənə rəhm etmirsinizsə, bu körpəyə rəhm edin." Amma cavab mərhəmət deyil, zülm oldu. Yezid ordusunun oxçusu Hərmələ Ömər İbn Sədin əmri ilə 3 şöbəli ox ataraq Əli Əsxərin boğazını bədənindən üzdü. Bu növbəti məqam Əli Əkbərin məqamıdır. Əli Əkbər İmam Hüseyn əleyhissalamın böyük oğlu və Kərbəla şəhidlərindən biridir. Onun həyatı, əxlaqı, igidliyi və şəhadəti Aşura faciəsinin ən nurlu səhifələrindəndir. Əli Əkbər zahiri və daxili gözəlliyi baxımından əsl peyğəmbər nəvəsi idi. İmam Hüseyn əleyhissalam oğlu haqqında belə demişdi: "Onun səsi, danışıq tərzi və əxlaqı peyğəmbər salawatullahın xatirəsini yaşadırdı." Bu gördüyünüz ziyarət Fərat çayı yaxınlığında yerləşən İmamzaman məqamıdır. İmamzaman əleyhissalamın bu məqamda dua və ibadət etdiyi inancı ziyarətçilərin bu məkanı ziyarət etməsinə səbəb olur. Ziyarətçilər burada dua edərək İmamzaman əleyhissalamın zuhrunu diləyir və onunla mənəvi əlaqə qurmağa çalışırlar. حجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة. Bu gördüyünüz məkan Həzrəti İmam Sadiq əleyhissalamın bağıdır. Kərbəla şəhərində İmam Hüseyn əleyhissalamın hərəminin ətrafında Əliqəmə çayının yaxınlığında yerləşir. Həzrəti İmam Cəfər Sadiq əleyhissalam Kərbəlaya səfərləri zamanı bu bağda istirahət etmiş, dəstəmaz almış və namaz qılmışdı. Bu səbəbdən bu məkan zəvvarlar üçün xüsusi mənəvi əhəmiyyətə malikdir. Bu yer Əlqəmədir. Fərat çayının bir qoludur. Əbəlfəzl Abbas əleyhissalam bu yerdən su götürdüyü və daha sonra şəhid olduğu məqamdır. Aşura günü Kərbəla düzündə susuzluq baş alıb gedərkən İmam Hüseyn əleyhissalamın izni ilə Fərat çayına su götürməyə getdi. Bu hadisə zamanı o böyük şücaət göstərərək düşmən ordusunu yarıb Fərat çayına çatdı. Deyilənlərə görə o su içmək istəyəndə əlini suya saldı. Lakin İmam Hüseyn əleyhissalam və susuz qalan əhl-i beyti yadına düşdü və əgər Hüseyn susuz ikən Abbas su içsə, bu sədaqət olarmı? Deyərək su içmədi. Və beləliklə Kərbəlada dövrə ətrafı ziyarətlərimiz tamamlandı. 4 gün Kərbəlada qaldıq. Həm Kərbəla Nəcəf zəvvarlarımızla, həm də Kərbəla Məşəd zəvvarlarımızla yenidən İmam Hüseyn əleyhissalamın mübarək hərəminin ziyarətinə hərəkət edirik. Allah cəmi arzusunda olanlara nəsib eləsin ki, siz də gələsiz, bu mübarək yerləri ziyarət eləyəsiz və dualar eləyəsiz.
Və qeyd etmək istəyirəm ki, hər ay bizim Kərbəla Məşəd ziyarətinə səfərlərimiz, həmçinin Kərbəla Nəcəf ziyarətinə səfərlərimiz mövcuddur. Bakı-Tbilisi yolu ilə də var və birbaşa Bakı-Bağdad, Bağdad-Bakı reysi ilə səfərlərimiz var. Və beləliklə 4 gün Kərbəla ziyarətimiz tamamlandı. Mənəviyyatla dolu ziyarət unudulmaz olaraq yaddaşlarda qaldı. Hərəkət eləyirik növbəti ziyarət, Samirra şəhəri, Həzrəti İmam Əli Yənnəqi və Həzrəti İmam Həsən Əskərinin mübarək qəbirlərinin ziyarəti. Həmçinin burada 2 xanımın mübarək qəbirləri var. Biri Nərcis xatun, İmam Həsən Əskəri əleyhissalamın həyat yoldaşı və İmam Zaman ağanın anasıdır. Digəri isə Həkimə xatundur. İmam Hadi əleyhissalamın bacısı olduğu qeyd olunur. Rəvayətlərə görə İmam Zaman ağa dünyaya gələndə doğumunda iştirak etmiş müqəddəs bir qadındır. Və həmçinin İmam Zaman ağanın qeybə çəkildiyi məqam bu yerdədir. İraq ətrafı ziyarətlərimizi tamamladıqdan sonra daxil olduq İranın Qum şəhərinə. Gəldiyimiz bu ziyarət Həzrəti İmam Zaman ağanın adına bağlı olan Cəmkaran məscididir. Cəmkaran məscidi Həzrəti İmam Zaman ağanın göstərişi ilə tikilmiş bir məsciddir. Bu məscidin özünə məxsus 2 müstəhəb namazı var. Biri məscid namazıdır, digəri isə İmam Zaman ağanın adına bağlı olan İmam Zaman namazı. Tur rəhbəri Hacı Rasim qardaşımızın xidməti altında ziyarətlərimiz davam edir. 7 dəfə deyəcəksiniz inşallah. Aydın oldu. Birinci rükətin həm surəsini deyib, bir dəfə həm 7 dəfə İxlas surəsini deyəndən sonra rukuya gedirsiniz. Rukuda 21 dəfə Subhanallah, qalxırsınız səzdəyə gedirsiniz. Səzdənin hərəsində, 2 səzdənin hərəsində 21 dəfə Subhanallah deyəcəksiniz inşallah. Gəldiyimiz bu növbəti ziyarət Beytun Nur adlanır, yəni Nur evi. Həzrəti xanım Məsumə salamullah əleyha 18 gün ərzində bu evdə yaşamış və bu yerdə namaz qılmış və bu evdə dünyasını dəyişmişdi. Dəyərli Kərbəla Məşəd zəvvarlarımızla bahəm gəldik Həzrəti xanım Məsumə salamullah əleyhanın ziyarətinə. Həzrəti xanım Məsumə salamullah əleyha Həzrəti İmam Musa Kazımın qızı və Həzrəti İmam Rza əleyhissalamın bacısıdır. Kərimə xanım deyərlər, kəramətli xanım deyərlər bu xanıma və Babəl Həvaicdir, hacətlər qapısıdır. Növbəti ziyarət isə Həzrəti İmam Rza əleyhissalamın qədəmləri olan qədəmgah ziyarəti, İmam Rza əleyhissalamın gizli aşiqlərindən olmuş, dostlarından olmuş Xacə Muradın ziyarəti. İmam Rza əleyhissalamın sahabası var ki, həmin o sahabələr bir neçə imamı görüb və İmam Rza əleyhissalamın məxsusu xidmət edənlər olacaq. Burada dəfn olunan şəxs əvvəl Məmunun sarayında xidmət edib. Necə ki, Kərbəlada olanda Hürri Yezd ibn Riyahi əvvəl və İmam Rza əleyhissalamın dövründə Məmunun sarayında xidmət edirdi və ondan sonra İmam Rza əleyhissalama tərəf Məşəd şəhərinə 5 kilometr qalmış Həzrəti İmam Rza əleyhissalamın ən yaxın dostlarından olan Əbasət ağanın mübarək qəbrinin ziyarəti vardır. İmam Rza əleyhissalam, İmam Cavad əleyhissalam və İmam Əli Yənnəqi əleyhissalam. 5 dənə imamı görür. 10-cu imama qədər görür. Xoşhalıq. Bəs nə üçün İmam Rza əleyhissalam Məşəd şəhərində dəfn olundu və Əbasət Məşəd şəhərinin giriş qapısında dəfn olundu? Bilirsiniz niyə? Əbasət özü vəsiyyət elədi. İmam Rza əleyhissalamdan sonra, şəhid olandan sonra Əbasət özü vəsiyyət elədi ki, Xətr və qurban qəbr şərifində Xətr və qurban
can ola canım, xətri və qurban, qəbri şərifində ətri və qurban, ismi və qurban, qəbri və qurban, bu canlar fəda, ya İmam Riza, ismi və qurban, qəbri və qurban, bu canlar fəda, ya İmam Riza, ya İmam Riza, ya İmam Riza, ey qərib ağa, ya İmam Riza, ya İmam Riza, ya İmam Riza, ey qərib ağa, ya İmam Riza. Və ən sonunda gəldik, yetişdik İmamətin 8-ci günəşi İmam-ı Rauf Həzrəti Əli ibn Musarzə əleyhissalamın mübarək qəbrinin ziyarətinə. Həzrəti İmam Rıza əleyhissalam İslam dünyasında dərin hörmətlə anılan, elm və mərifət sahibi olan 8-ci imamdır. Atası Həzrəti İmam Musa-i Kazım, anası Nəcmə xatundur. Həzrəti İmam Rıza əleyhissalamın məzarı Məşhəd şəhərində yerləşir və bu ziyarətgah Şiə dünyasının ən müqəddəs məkanlarından biridir. İmam Rıza əleyhissalamın mübarək ziyarəti cənnət guşələrindən bir guşədir. Övladı Həzrəti İmam Cavad əleyhissalam buyurur: kim atam İmam Rıza əleyhissalamı qərib halda ziyarət eləsə, cənnət o şəxsə vacib olar. Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm buyurur: mənim 2 ciyər parəm var. Biri qızım Həzrəti xanım Zəhra, digəri isə mənim övladlarımdan olan və qərib halda dünyasını dəyişəcək Əli ibn Musa Rizadır. Kim onun qəbrini ziyarət eləsə, məni ziyarət etmiş sayılır. Həzrəti İmam Rıza əleyhissalam özü buyurur: kim məni bir dəfə ziyarət etsə, mən onun 3 yerdə ziyarətinə gələrəm. Birinci, ən çətin anlardan biri ölüm anıdır. İkinci, qiyamət günündə haqq hesaba çəkildiyi zaman. Üçüncü, Sirat körpüsündən keçərkən. Dəyərli Kərbəla Məşəd zəvvarlarımızla bahəm Həzrəti İmam Rıza əleyhissalamın mübarək hərəminin ətrafında ziyarətlərə daxil oluruq. Onlardan biri Hacət qapısıdır. O kəslər ki, öz hacətləri ilə gələrlər İmam Rıza əleyhissalamın hərəminin ziyarətinə, bu yerdə dayanaraq öz hacətlərini dilə gətirər, Allahdan bağışlanmaq istəyər və Allahdan dualarının qəbulluğu üçün dua edər. Və şifa qapısında dayanarlar, İmam Rıza əleyhissalamın mübarək günbəzinə tamaşa edərlər. Və beləliklə İmam Rıza əleyhissalamın mübarək hərəminin ziyarəti bizlərə nəsib oldu. 2 gün Həzrəti İmam Rıza əleyhissalamın ziyarətində qalıb öz vətənimizə geri qayıdacağıq. Allah qəbul eləsin. Allah hər kəsə arzusunda olanlara bizlərlə ziyarətlərə getmək nəsib etsin. Biz Uğur Travel şirkəti olaraq hər zaman sizin xidmətinizdəyik. Hər ay Məşhəd, Kərbəla, Ümrə ziyarətlərimiz mövcuddur. İstəyənlər inşallah mənimlə əlaqə saxlasın. 051 606 33 24 Vüsal Əsədli.